Füzuli rayonunda Azərbaycan polisi günü münasibəti ilə tədbir keçirildi. Horadiz şəhərində yerləşən Füzuli Dövlət Dram Teatrında baş tutan tədbirdə Füzuli rayon icra hakimiyyətinin başçısı Ali Aliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Füzuli rayon polis şöbəsinin əməkdaşları, veteran polislər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu. Daha sonra tədbirdə dövlət himni səsləndi. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Füzuli rayon icra hakimiyyətinin başçısı Ali Aliyev çıxış eləyərək ümumilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-sinin Azərbaycan polisi günü elan olunduğunu qeyd etdi. Ali Aliyev peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik etdi. Çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Zaur Abbasov bildirdi ki, hüquq mühafizə orqanları fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurub. Onun sözlərinə görə, Azərbaycan bugün cinayətkarlığa qarşı mübarizədə və əminamanlığın qorunması sahəsində dünyanın qabaqcıl dövlətlərindən biridir. Daha sonra hüquq mühafizə orqanlarının rəhbərləri, veteran polislər, qazilər, şəhid ailələri Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yoldan dövlətin bu sahəyə olan diqqətindən bəhs etdilər. Sonda nümunəvi xidmətləri ilə seçilən bir qrup polis əməkdaşı rayon icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olundular. Hüseynov Sabir Arabalıoğlu,